Hamıya salamlar əziz dostlar. Bugün Car Simulator 2'ye gene kaldığımız yerden devam ediyoruz. Car Simulator 2'de bugün yeni bir dənə maşın alasıyam bugün. Yeni bir dənə maşını mən istəsəm həmişəki içindən alaram. Hal-hazırda Car Simulator 2'de 54 dənə maşınımız var. Bugün də sayəsində 55 eləyək gəlin. Bunun üçün də sizlərə yeni bir maşın almağa gedək də mən ilk öncə birinci növbədə bu evə bir dənə yoluxum görüm bu evdə nə var idi. Ha ev bir oza çıxalım görək. Bu evi bilənlərimiz olar arada. Rəssam Akademiyası Məhəmmədin tərəfləmədiyi evə doğru gəlirik. Məhəmməd demişdi burada ki, bura ev bir Rəssam Akademiyasıdır. O evə gəldik yenə. Yenə minki maşınlarımız burada durur yəni. Bir dənə mən bu ev yoluxum, ardından da yeni bir dənə maşın almağa doğru gedək sizlərlə. Bu ev birazdan onlar bu eve bir yenilik gəlsin. Buradakı maşınlarımız da durur yəni. Bura baxın. Yox, hələ də eynidir yəni. Hələ də eynidir. Bu ev öldürəsən dəyişdirilən bir öyə oxşamır mən deyim. Estağfurullah. Burası bu ev dəyişilmədi hələ də. Vallahi belə də ev olar. Çox yeni doğuşan şəklimiz burada daha çox dayanır. Doğuşan. Qarnı biraz da iyi qarnı patlat. Patlat ardından bu öydə patlat qəşəng. O doğuşan nətəriydi. Mən bu evi nəsə bəyənmirəm aşağısı. Çünki bilirsiniz hər yerdə bir şəkil var. Burada da bir dənə şəkil var. Bu evə ancaq şəkilləri paylamağa gələrsən. Rəssam Akademiyası rəssamlıq eləməyə gələrsən bu evə. Hala da mən bu evə belə deyəm çünki bu ev dəyişmədi hələ də. Hələ də eynidir hər şey. Baxın. Təkcə söz balkon söhbətindən getməyib bu evə biraz yenilik gəlməlidir. Mən nəsə oyundakı evlərdən bir dənəsi olaraq bunu tərifləyəm. Çünki bu ev bir cürədir. Seviləsi bir evə oxşamır bura. O yəni doğuşan şəkli var ya, o heç yadımdan çıxmaz. Onu yaxında şortsunu mən qoyacağım yaxında YouTube'a. Yəni hər ki özümüz ona saxlayalım amma eləyəcəm abi yaxınlarda onu. Çıxaq da oradan çıx. Dediyim kimi yəni o doğuşan necə yeyirsə patlayacaq. Buna da bayaq eləmişdim 23 saat istəyir. Çünki biraz bu maşın üçün bugün pul kastım. Həm də ki 541.000 pul var. Ancaq neçəyə düşəcək görəcək onu da birazdan. Stop edə bilsəydim oradan eləyəcəm. Bir dənə fərlə yerin. Yəni bir dənə hotlama, söndürmə şeyi. Mən dəyişik sağlama bu oyunda. Bir dənə onu dəyişik sağla bilirəm yəni. Mən də. Buradakı birçok maşını da alacağım yaxınlarda. Bu mənlik deyil. Bunu yaxınlarda alacağım yenə. Ham maşın mən nə vaxtsa mən ümumiyyətlə oyunda ümumiyyətlə heç an maşından almışam. Almışamsa deyin ki almışam. Mən ham maşını heç vaxt almadım. Alaram bunu da yaxınlarda. Bunu özünü də alan istəyir. Alacağım onları da. Bu ikisini də alacağım. Bu ikisi 688.000 eləyir. Alacağım onları da. Pagani'miz var. Toyota Supra'mız var. Bunu yenə əvvəlkinə baxılırsa çox rahat bir şəkildə alarım. Bugün aldığımız maşın bu. Bunu alırıq indi. Bunu da yaxında alıb tasarım eləyəcəm. Yəni ki bu filmlərdəki halini görmüşdünüz. Bunun eynisini eləyəsiyəm bu yaxınlarda. Amma əsasən maşın alasıyam. Şu maşının gözəlliyinə baxın. Aşağı qapdı. 35% telefon. Biraz faiz tez gedir. Neyse faiz tez gelir məndə. Bilməm tez gelir. Yavaş gelir numarasını dəyişib bilmirəm. Oyun oynayanda yəqin ki bu qədər çox saxlanır faiz. Daha neysə. Maşının kaputu bu şəkildədir. Arxa bagaja baxacaq. Arxa bagajını belə. Baxaq görək bunun. Arxa bagajı çox. Yəni çox qəşəngdir deyək arxa bagajı. Arxasına otur. Hoppa. Azıqla maşın alasıyım. Mən bir dayanda bir maşına bir göz gəzdirək. Arkasında multimedia ekranı var. Gözəlliyə bənzəyir ha. Hündür da. Nə hündürlükdədir bu maşın? İçəriyə bax, içəriyə.
Nəysə daha çox uzatmadan yeni maşınımızı biz bir dənə alaq. Aldım 456 minə. Hay xeyirli uğurlu olsun. Bu maşının məndən yaş soruşan heç kim olmamışdı. Of şu görünüşə bax. Avarenlər yandı. İşıq avarenlər yandır. Of of. Bax. Görünüşə bax. Arxa multimedia ekranlar yanır yaraf. Yox. Yanmır. Maşının görünüşü bu şəkildədir. Drift testi var. Drift'i də var bunun. Unutsa buna drift olması şərt və yaxında da qarşılaşdırma eləyəsi yox. Bu harada da BMW X5 ondan qarşılaşdırma eləyəcəm abi yaxınlarda. Yaxında bu Ambition olan BMW X5 kasa bir daha bu yaxın zamanlarda bundan sonraki video oldu ki ikisini də bir yerdə qarşılaşdıracaq. İnşallah. Tavsiyə baxaq görək tavsiyə. Bunu bir dənə bağla. Maşın məncə çox qəşəngə oxşayır. Daha şeytan deyir, heç rəngini dəyişdirmə. Allah, uf. Axla günüm. Bomboş yolda ağaca gəlib vururam yenə. Başladıq bu hərəkətlərimə yenə. Gah tavsiyə hızı nə qədərdir? Yox, artır hələ də. 5 dənə taslaq gəldi. 250-dir yoxsa hızı? 250-dir. Mən təxmin edəyim ki, 250 çıxdı. Tavsiyə 250-dir. Yəni mən tavsiyə 250 olmağını təxmin eləmişdim onun üçün. 250 basır bu normal bir şəkildə. Sıradakı testimiz nə idi? Fren. Fren test edək gəlin bir dənə bundan. Bu yerə fren testi qəşəng ola bilər səncə? Baxaq bir dənə. Heç rəngini dəyişdirmək istəmirəm. Qəşəng maşındır. Heç rəngini dəyişdirmək istəmirəm bunun. Belə məsələsin ki, qaraydı, onun için dəyişib ağ eləmişdim, amma bunun rəngini dəyişdirməyə dəyməz. Bunun çox qəşəng rəngi var. Niyə dəyişdirim ki? Yəni orada niyə durmalar dəyişik işimi dəydim? Təsirlə dənizə düşdük. Hava evdən bir dənə maşın özmüşüm, mən hava evi atıtdı. Amma yaxında yox. İşığa dəydim orada, nəyə dəydim? Ana düşdük dənizə. Evet. Burada yaxşıdır, elə burada bir dənə fren test edək. $200'ə qalxmamız lazım idi. Mən 200'ə çox rahat bir şəkildə qalxarım. $200'ə qalxdı. Bastım torumuza, bastım da bu nə dayanışdı belə. Bu maşının fren sistemi çox zəif, yəni gec dayandı, bircə dayandı bu maşın, bəyənilmədi. Fren testində 0 niyəsə, ona görə ki, dayanamadı yerində. Dayanamadısa da mən nə deyim? İndi yarışa doğru gedək, yarış deyək bundan.
35.000. Cibdən qazanaq duraq yenə. Başlayaq bunun driftindən səhiymiş. Çırpdıq yenə. İlk səfərdə çıxmasaq olmaz mı idi? Təzədən başlayayım. Birdən nə oldu ma? Neyse drift edəmədim. Aha, bir dənə olur niyə səyəcəyik? Bu maşından drift eləmək mümkün oxşayır. Tutsan heç qəşəngmi drift eləyəm? Ya da mən iki yerdən drift eləmərəm. Ha, çırpma, nə olar 2 dəqiqədən bir. Sürekli çarpırıq niyəsə, bu maşınımı drift eləyənmir, bir şeylər mi olur? Yoxsa mən sürekli çırpıram. Yaman belə hər yerə dəyirəm. Bax, görsən gənə dəydim. Onda drifti zəifdir ki, bunu deyək. Bax, gəlmişdi, indi. Amma yenə davam edirik, görmüş olduğunuz kimi. Mesela bu maşının driftini bəyənmədim. Mesela bunun driftini asal oldum ya ailə. Ha dur deyəsəm bu səfər qəşəng 7500-ə çatıram. Ha dur sonunda. Bax çırpası idim azıcık ala. Zor qurtardım gördünüz. Azıcık da çırpası idim. Dur yenə yeminlə bu reklamlar gələ durasıdır yəni nə etsəm də nə eləsəm də bu reklamlar Zibil kutumuzdan uzak dur. Çık buradan. Fabrik bizden öz aletlerimizi yaxşı deyil ya. Ardından da puanımı verəsiniz ki bu maşın 10 üzərindən 10'u ya da 10 üzərindən 10 deməyək çünki frentəsi biraz zəif idi bunun. Buna 10 üzərindən 10 verəsi bir maşına oxşamır mən deyim onu.
Hotlamışam maşını. Hem de maşını yandıram, durub. Yax yarışı nətərdir görəcək. %30 telefon biraz tez mi düşdü, oyun oynayanda saxlamır yaraf. Ala dur, nə sozdan qalama çıxmayın. Tövbə maşınlar. Zaylaşdı bitdən. Maşınlar zaylaşdı niyəsə bitdən orada. Birazdan 29% olacaq telefon oldu həqiqdən də. Nə deyim mən? Yaxında da bu maşından o X5-in qraş arttırmasını eləyəsəm ki, hansı daha udacaq, hansı daha güclü olacaq, görəcək onu. Yəni bu 250 ilə gedir, o yaraq fetçi ilə gedirdi, o birisi X5. Solarcan Akasiya Türkiyə davam edir. Həm də ki, yeni maşınlarımızı da bir almağa da bir davam edir. Çünki mən o vaxtlar nədə maşın almışdım, hamısı getmişdi. Yəni də yenilərini almağa davam edirik biz. Yenə reklam gəlir, Allah. Bu reklamlardan rahat yoxdur bizə. Çox yəni reklam gəlir. Mən bəyənmədim bu reklam işini oyunda. Çox gəlir çünki. Gecikdik düşdük. Buralarda bir yerde daha videonu bitirək. Çünki telefonumuz birazdan zaten takasıyam 29%'dir. Həm də ki maşında çox qəşəng oldu yalnız. Mən bu vaxtlardan alanda da bəyənirdim onu. Yenə qəşəng maşındır bu. Ucda burada bir yerdə saxlayaq deyərəm. Burada bitirək da bu maşını bəlkə də sevdiniz. Bir dənə video şəkildə çəkək. Oldu, fotoğrafını da aldım. Ekran olarak da burada qabaq fotoğrafına qoyaram. Bugünkü videomuzun sonuna gəldik. İnşallah videonu bəyəndiniz. Yaxında o X5-dən bunun qarşılaşdırmasını eləyəsiyəm. Ən qısa sürətdə. Sonraki videolarda görüşmək üzrə.